O yaddaşda saxlayır. Bir hadisəni görmüsən neçə il bundan qabaq, o yaddaş irintisi orada onu saxlayır. Onu koda verir, impuls gene necə getmişsə o koddan gedir, qayıdır hipokambaçadan da həmin hadisə yadına düşür. Yəni bu elmdir. Bunu bilmək üçün ay oğul, bu da sinirin üzərində ram viyabğumları var. Yəni onun üzərində miyelin qışası var. O miyelin qışasını hoppana keçir impulslar. Çox sürətlə keçir ki, tez yadına sala bilsin. Çoxumuz, əksəriyyətimiz ən yaxın adamlarımızın adını bəzən yadımızdan çıxardırıq. Bəzən ən kiçik gündə istifadə edildiğin bir şeyi yadından çıxardırsan, birazdan sonra yadına düşdü. Niyə? O bircə dənə neyron, bircə dənə sinirlə getmir o. Minlərlə, yüz minlərlə sinirlərlə o impulslar gedir. Onlar əgər sağlamdırsa, bax bu miyelin qışası da zədələnə bilər. Bu miyelin qışasının əmələ gəlməsində böyük rolu var bu tiroksinin. Yəni bu yodun, bax tirozin çatışmamazlığı ola bilməz. Çünki tirozin harada var? Görün nə? Bütün zülallarda var. Zülalın tərkibində olan, məsəl üçün, ət və ət məhsulları, süd və süd məhsulları, ondan yumurtada, balıqda və balığın ikrasında. Bir sutqa ərzində bunlardan birini sən qəbul eləməlisən. Qəbul elədinsə, o bütün amin, o mütləq o tirozin var. Tirozin çatışmamazlığı yoxdur. Amma nə çatışmamazlığı var? Yod. Bədənin yod zavodu yoxdur.